Salamlayıram. Tədbir təşkilatçılarına təşəkkürümü bildirirəm bu cür möhtəşəm tədbir təşkil etdiklərinə və bizi bu tədbirə dəvət etdikləri üçün təşəkkür edirəm. Vergi mühasibatlıq zirvəsi maliyyə savadlığımızın artırılması üçün önəmli tədbirdir. Bugün mən spiker olaraq peşəkar mühasib sertifikatı, məcburiyyət yoxdur da qızıl bilet adlı paneldə çıxış elədim. Bu paneldə Teymur müəllimlə birlikdə fikir mübadiləsi apardıq. Bu sahədə olan yenilikləri və qarşıda peşəkar mühasib sertifikatı imtahanlarında gözlənilən yenilikləri müzakirə elədik, üstünlüklərini müzakirə elədik. Düşünürəm ki, iştirakçılar üçün faydalı oldu, onların sualları cavablandırıldı. Hər il bu vergi mühasibatlıq zirvəsi keçirilərək həmkarlarımızın maliyyə savadının artmasına, yeni bilgilərin əldə olunmasına, bu sahədə olan yeniliklərdən məlumatlı olmalarına və qarşıya yeni hədəf qoymaqları üçün olduqca önəmli tədbirdir. Buna görə bu tədbirin davamlı olmasını, növbəti illərdə də keçirilməsini arzulayıram.